İndi isə dünya gündəmindən danışmışkən, dünyanın düzəninin dəyişməsindən söz açmışkən, elə bu istiqamətdə fərqli bir sujetimiz olacaq. Çin, Rusiya və İran nüvə proqramı ilə bağlı danışıqlar aparacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş martın 14-də Pekində reallaşacaq. Bundan əlavə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İranın nüvə proqramı ilə bağlı sazişin ilkin formada bərpasının tərəfdarıdır və İrana qarşı yeni siyasi şərtlərin irəli sürülməsi barədə də məlumatlardan narahat olduğunu bildirib. Bütün bu istiqamətlər üzrə sujetdə bəzi detalları araşdırmışıq. Rusiya İranın nüvə proqramı ilə bağlı sazişin ilkin formada bərpasının tərəfdarıdır və İrana qarşı yeni siyasi şərtlərin irəli sürülməsi barədə məlumatlardan narahatdır. Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə görə, Amerika Birləşmiş Ştatları ilə son danışıqlarda digər məsələlərlə yanaşı İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı müzakirə edilib. Vaşinqtonla yanaşı bu mövzu ilə bağlı bəzi Avropa ölkələri ilə də təmaslar var. Lavrov həmçinin vurğulayıb ki, Moskva BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi və Fransa, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin və İranın iştirak etdiyi ilkin sazişdə nəzərdə tutulan formatın bərpasının tərəfdarıdır. İndiki məqamda Rusiyanın İranla bağlı atdığı addımlar Yaxın Şərqdə, eləcə də Ukraynada baş verən proseslərin Birləşmiş Ştatların istəkləri fonunda reallaşdığını deməyə əsas verir. Belə ki, Yaxın Şərqdə İsrailin əli ilə İranın dəstəklədiyi terror birləşmələrinin darmadağın olması, Rusiyada Bəşər Əsəd rejiminin devrilməsi, Rusiyanın Şərqi Avropa cəbhəsində 3 ilə yaxın mübarizəsi İranın uzun müddətdir Birləşmiş Ştatlardan qorunmaq üçün istifadə etdiyi bütün müdafiə mexanizmlərinin sıradan çıxmasına səbəb olub. İndi isə Ukrayna ilə nadir elementlər müqaviləsi imzalayaraq milyardlar əldə edən Vaşinqton Rusiyaya sülhlə bağlı müxtəlif vədlər verir və qarşılığında da Moskvadan Tehranı istəyir. Ağ Evlə münasibətləri düzəltmək istəyən və müdafiəsiz qalan İran rəhbərliyi də bütün bunların fonunda Kremlin tələbləri ilə razılaşa bilər. Əgər atəşkəsə gedilsə, Ukraynada danışıqlar prosesi müsbət istiqamətdə gedərsə, təbii ki, Rusiya İrandan ciddi şəkildə güzəştlər tələb edə bilər və İran da buna məcbur olacaq. Çünki bu günləri İranın və fəaliyyətini inkişaf etdirməsi təbii ki, Rusiyanın hesabınadır. Rusiyanın ciddi dəstək hesabına İranın öz nüvə proqramı inkişaf edir. Yəni Rusiya İrana bu istiqamətdə sanksiyalar da tətbiq edə bilər. Təbii ki, bu da Rusiya-ABŞ danışıqlarının gedişatından asılı olacaq. Amma diqqətdə saxlanılmalı bir məqam da var ki, mühafizəkar görüşə sahib Trump İranda molla rejimini tamamilə devirmək istəyir. Odur ki, Tehran, Moskva və Qərblə razılığa gəlib nüvə sazişini bərpa etsə belə, Vaşinqton İrana qarşı təzyiqləri davam etdirə bilər. Donald Trump hökuməti Yaxın Şərq siyasəti üzrə İrana qarşı güzəştə getmək niyyətində deyildir və buna görə də ABŞ-Rusiya danışıqları bərpa olunsa da, düşünürəm ki, İrana qarşı daha çox ciddi siyasi təzyiqlər ola bilər. Çünki nüvə danışıqları üzrə hal-hazırda İran bu siyasəti bərpa etmək istəyir və nüvə proqramının zənginləşdirilməsi, daha sonra inkişaf etdirilməsi üzrə işlər görmək istəyir. Lakin bu da ABŞ və digər dövlətlərin milli maraqlarına zidd olduğu üçün İrana qarşı daha çox siyasi təzyiq olunacaqdır. Digər tərəfdən Rusiya ilə yanaşı Çin də İran məsələsində maraqlıdır. Hətta Pekin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə Çin, Rusiya və İran Tehranın nüvə proqramı ilə bağlı martın 14-də danışıqlar aparacaq. Çinin indiki məqamda İranın nüvə proqramını müzakirə etməsi isə Vaşinqton-Pekin münasibətləri nəzərə alındıqda başa düşüləndir. Hakimiyyətə gələndən bəri Çinə qarşı rüsum və müxtəlif təzyiq metodlarından istifadə edən Trump administrasiyası indi də Rusiyanın əli ilə Pekinin yaxın şərqdəki tərəfdaşı olan İranı ələ keçirməyə çalışır. Üstəlik hazırda Birləşmiş Ştatlar və Rusiya yaxın şərq və Avropada baş verən hadisələr fonunda öz paylarını bölüşməsi və Çinin bundan kənarda qalması görünür Pekinin qəzəbinə səbəb olub. Odur ki, martın 14-də baş tutacaq görüşlə Çin həm İranın tamamilə Birləşmiş Ştatlar siyasətinin qurbanı olmasının qarşısını almaq, həm də baş verən hadisələr nəzdində öz payını götürməyə çalışacaq. Amma Çin görürük ki, hər zaman Rusiyaya dəstək olan səs vermələrdə, eyni zamanda qeyri-rəsmi hərbi dəstək, rəsmi olaraq iqtisadi dəstək göstərən Çin birdən kənarda qaldı və bu Çinin heç də xoşuna gəlmir və İran Çinin istifadə edə biləcəyi kartlardan biridir və məhz martın 14-də Pekində
Çin bu kartı oynamağa başlayacaq ki, əgər İran məsələsi, Ukrayna məsələsi həll olunmağa doğru gedirsə, Çin bu həldə pay sahibi olmalıdır. Çin, Rusiya, İran və Birləşmiş Ştatlar arasında baş verən siyasi oyunların nəticəsi isə Moskva, Kiyev və Vaşinqtonun sülh danışıqlarından asılıdır. Avropa İttifaqı isə hazırda İran ətrafında baş verən prosesi uzaqdan izləyir və hadisələrin gedişatına uyğun hərəkət etməyi planlaşdırır.